Məhəmməd Peyğəmbər Məkkə küçələrində qızını boynunda gəzdirirdi. Həmin dövrdə Məkkədə qızlar doğulduğu an diri-diri qəbrə qoyulurdu, yəni. Həyat yoldaşı ilə məktublaşmalar olurdu ki, bu məktublaşmalarla müharibəni yumşaltmağa çalışırlar. Bilirsiniz ki, həmin dövrdə Süleymanla Təhmasibin arasında müharibə gedirdi və bu şəkildə məsələni çözməyə, gizli şəkildə çözməyə çalışırdılar. Əsas dini ideologiyası elan etmişdi və bu şiəliklə dövləti, xalqı əldə saxlamağa çalışırdı. Və təbii ki, şiəliyi xalqa yaxşı göstərməli idi. Xalq bunu yaxşı görməli idi ki, dövlətinin tərəfini tutsun. Əhalinin gözündə belə deyək də dövlətin nüfuzunu qaldırmaq üçün idi ki, bu rolu da qadınlara vermişdilər və Seyid nəsli elan etmişdilər. Qadınlar da burada ona görə də hörmətli, nüfuzlu sayılırdılar. Hansı ki, bəzi problemlər olanda qadınlar ortaya keçib şaha başqa bir yol göstərə bilirdilər. Səfəvi bir tık Osmanlıdan daha öndə idi deyə bilərik, qadına rol vermək baxımından. Çünki qadın qadındır, kişi kişidir. Siz nə düşünürsünüz bu barədə? Bərabər deyil deyə düşünürəm mən. Salam hörmətli izləyicilər. Hər biriniz Səfəvi Şünasın ikinci verilişində xoş gördük. Bugünkü verilişimizin mövzusu Səfəvilər dövlətində olan qadınların mövqeyi, onlar haqqında maraqlı mövzular və o dövrdəki olan xanımlar arasındakı fərqləri müzakirə edəcəyik. Studiyamızda olan dəyərli qonağımız tarix müəllimi, mentor və İsmayılova Akademiyasının yaradıcısı olan Ülkər İsmayılovadır. Salam, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük Fatimə xanım. Siz necəsiz? Şükür, yaxşıyam mən. Dəvətiniz üçün təşəkkür edirəm. Mənim üçün həqiqətən çox xoş oldu. Mövzu özü də çox maraqlı bir mövzudur. Xanımlar, biz də xanımlar olduğumuz üçün düşünürəm ki, bizim üçün bir başqa maraqlıdır bu mövzu. Bugünkü verilişimiz ümid edirəm ki və əminəm ki, maraqlı keçəcək. Onda yavaşdan suallardan başlayaq. Başlayaq. Səfəvilər dövründə qadınların ictimai və siyasi rolu nə qədər önəmli idi? Ümumiyyətlə qadınların belə deyək, ictimai-siyasi rolu bilirsiniz ki, qədimdən bəri insanlıq yaranandan həmişə ikinci planda qalıb. Kişilər həmişə ön planda olublar. Günümüzdə də belədir. Siz belə düşünürsüz? Təəssüf ki, hə. Bəli, günümüzdə də təəssüflər olsun ki, qadınlar hələ də kişidən bir tık geridədir. Amma qədimdə daha ağır idi də bu vəziyyət. Mən düşünürəm ki, bu İslama qədər belə davam edir. İslam gəldikdən sonra artıq qadınların mövqeyi də yüksəlir. Hansı ki, Məhəmməd Peyğəmbər Məkkə küçələrində qızını boynunda gəzdirirdi. Həmin dövrdə Məkkədə qızlar doğulduğu an diri-diri qəbrə qoyulurdu, yəni. Amma Məhəmməd Peyğəmbər bunu dəyişir. Daha sonra Türk dövlətləri də İslamı qəbul edir və Türk dövlətlərində qadının mövqeyi həmişə ön planda olub. Qadınlar idarəçilikdə yüksək iştirak edirlər və Səfəvilər dövləti də həm türklüyü, həm də İslamı özündə birləşdirmiş bir dövlət olaraq təbii ki, qadınların çox üstün və yüksək mövqeləri var idi. Bəzi qısıtlanmalar olsa da, qadınlar cəmiyyətdə və dövlətin idarəçiliyində iştirak edirdilər. Belə tarixi mənbələrdə qadınlardan bəhs edilir, yoxsa onlar daha çox belə ikinci planda qalıbdılar? Bəli, tarixi mənbələrdə qadınlardan bəhs olunur, amma sizin dediyiniz kimi biraz da ikinci planda qalıblar. Çünki qadınların adını çəkmirlər, qadınların daha çox titulları ilə, onların vəzifələri ilə göstərirlər. Məsələn, Məhdi Ülya daha çox adı çəkilən budur. Məhəmməd Xudabəndənin həyat yoldaşının adını bu şəkildə verirlər. Bunun da səbəbi odur ki, Səfəvi sarayının xanımları toxunulmaz hesab olunurdu və onların adını çəkməyə bir növ ar, namus, ismət məsələlərinə görə ayıb hesab olunurdu. Ona görə ən çox titulları ilə göstərilirdi. Məhdi Ülyanın əsl adı nə olmuşdur? Xeyrənisə Sultan, Şah 1-ci Abbasın anası Məhəmməd Xudabəndənin də həyat yoldaşı idi. Səfəvilər dövründə qadınların təhsil və bilik sahəsində imkanları nə qədər idi? İki yerə bölək, saraydakı qadınlar və cəmiyyətdəki qadınlar. Gəlin günümüzlə müqayisə edək. Günümüzdə bunu yüksək təbəqənin övladları deyək, bir də aşağı cəmiyyətdə orta təbəqədən olanların övladları deyək. İndi ayıraq. Necə ki, hal-hazırda günümüzdə yüksək səviyyəli imkanları olan ailənin uşaqları ya xarici ölkələrdə təhsil alır, ya özəl məktəblərdə xüsusi təhsillər alır, dillər öyrənir. Burada da eyni qaydada sarayda həm oğlanlar, həm də ki qızlar təhsilində həm xarici dillər öyrənirdi, dünyəvi elmlər öyrənirdi, Quran, hüsnxətt, gözəl yazma bacarığı və s. xəttatlıq, musiqi və s. bunları öyrənirdi. Cəmiyyətdə isə sadəcə olaraq qızlardan danışsaq, burada molla məktəblərində belə deyək, qızlar sadəcə olaraq dini təhsil alırdılar. Həm Quranı öyrənirdilər, həm də hüsnxətt və əxlaq dərsləri. Amma bundan o tərəfə keçə bilmirdilər. Səfəvilər sarayında qadınlar hansı ailəvi və sosial məsuliyyətlərə malik olublar?
Sarayda qadınların ailəvi və sosial məsuliyyəti ilk olaraq övladlarını düzgün şəkildə yetişdirmək, yəni tərbiyədə iştirak etmək idi. Hətta şahın övladlarının bir səhv problemi olardısa, təbii ki, ana bundan məsul tutulurdu. İkinci növbədə isə əsas hərəmdə əgər vəzifəsi varsa, hərəmin idarəçiliyi, məsələn, Məhdi Ülya. Bu hərəmdə ən yüksək vəzifə sayılırdı və hərəm nədir desəz, hərəm sarayın qadınlardan ibarət olan hissəsi idi. Ümumiyyətlə o dövrdə qadınlar və kişilər İslam ənənələrinə uyğun olaraq ayrı şəkildə həm yetişdirilirdilər, ayrı əyləşirdilər. Qadınlarla kişilər çox da bir ortamda olmurdular. Sarayda da bu şəkildə idi və hərəmdə qadınların ikinci əsas önəmli vəzifəsi, əgər vəzifəsi varsa, hərəmdəki bu idarəçilikdə iştirak etmək idi. Qadınlar iqtisadi məsələlərdə iştirak edirdilər, yoxsa əsasən ev, ailə işlərinə fokuslanırdılar? Bəli, qadınlar saraydakı qadınlardan danışırıqsa əgər, bəli, burada qadınlar digər işlərlə də məşğul olurlar. Ən çox da nə? Bunu da belə anlayaq. Şah özü diplomatik işlərlə və deyək ki, hərb işləri ilə, savaşla, müharibələrlə məşğul olurdu. Dövlətin mədəniyyət işləri isə qadınların üstündədir. Yəni vəqf əmlaklarını idarə etmək, vəqf dini deməkdir. Bunların idarəçiliyi, maliyyə məsələləri, həmin o əmlaklara aid olan maliyyə məsələləri, mədrəsələrin tikilməsi, məscidlərin tikilməsi, xeyriyyəçilik işləri hamısı qadınların boynundaydı. Bunu günümüzdə belə düşünə bilərik. Məsələn, İlham Əliyev daha çox siyasətlə məşğul olur, amma Mehriban Əliyeva daha çox mədəni işlər, sosial həyat, əhalinin vəziyyəti və s. bunlarla məşğul olur. Yəni sarayda da vəzifə bu şəkildə bölünmüşdür. Bəli. Sonra saray xanımları və yüksək rütbəli xanımlar gündəlik həyatları necə keçirdi onların? Bir saray xanımın gündəlik həyatı, bir CEO-nun, günümüzdəki bir CEO-nun günlük həyat tərzinə bənzəyir. Yəni zamanını düzgün şəkildə bölən bir CEO-dan gedir söhbət. Onlar üçün gün sübh namazı ilə başlayırdı. Namazdan, yəni ibadətdən sonra Quran oxumaq, mənəviyyatla məşğul olurdular adətən. Günortaya qədər, yəni bu şəkildə gedirdi. Günorta vaxtı isə dövlət işlərinin, hansı ki onlara bayaq sadaladığımız vəzifələr vardı, o vəzifələrlə məşğul olurdular. Günortadan sonra isə onlar üçün artıq yəni sərbəst bir saat başlayırdı. Yəni burada məsələn gələn qonaqları qarşılamaq olsun, ziyafət vermək olsun, gələn elçilərə belə deyək də sarayda qarşılamaq və s. Yəni bu işlərin hamısını günortadan sonraya saxlayırlar. Axşam vaxtları isə çox vaxt sarayda dəbdəbəli şənliklər keçirilirdi, belə deyək. Şam yeməyi, günümüzdəki şam yeməyi, musiqi sədaları altında şam yeməyi ki var, onun sanki 15-16-cı əsrdəki versiyasını burada qadınlar hərəmdə həyata keçirirdilər. Qadınlar siyasi qərarların qəbuluna necə iştirak edirdilər? Onların rolu var idi? Bəli, siyasi qərarlarda bayaq qeyd etdik ki, tarixi mənbələrdə qadınların adı keçmir, titulları keçirdi. Amma qadınlar siyasi həyatda çox yaxından iştirak edirdi. Hansı ki, Təhmasibdir, Şah 1-ci Abbasdır. Bunların dövründəki olan mənbələr, həm xarici, həm də ki, Səfəvlərə aid olan mənbələrdə qeyd olunur ki, qadınlar bu şahların məsləhətçisi olaraq çıxış edirlər. Hansı ki, Təhmasibin bacısı, Təhmasibin qızı, Şah 1-ci Abbasın bibisi, onlar siyasi həyatda həmin şahlara çox yaxından məsləhətçi kimi xidmət eləmişdilər. Hər hansı bir qadın nüfuzlu rol oynayıb, belə siyasi, diplomatik rolu olub, yoxsa? Bəli, hərəmdə qadınların çox yüksək nüfuzu olub. Birinci növbədə qadınlar hərəmdən çölə çıxa bilməsələr də, yəni çox da çölə çıxa bilməsələr də, məktublaşmalarla və gizli yollarla hərəmi də bəzən sarayı da idarə etməyə bacarırdılar. Digər bir tərəfdən, məsələn, Məhdi Ülya, bu xanım Şah Məhəmməd Xudabəndənin dövründə dövlətin o çöküş, zəif dönəmində idarəçiliyi öz əlinə almağı bacarmışdı. Hətta sənədləri, möhürləri belə o öz adından özü təsdiqləyirdi və bu onun bu dövrdəki diplomatik bacarığını göstərirdi. Səfəvlər dövründə qadınların dini və mədəni təhsil imkanları nə qədər idi? Səfəvlər dövründə saraydakı qadınların dini və mədəni təsiri çox yüksək idi. Həmin dövrdə bayaq qeyd etdiyimiz kimi şahlar özləri hərbi işlərlə, dövlət idarəçiliyi ilə məşğul olurdu. Digər dini və mədəni işləri qadınlara tapşırmışdı. Hansı ki, bayaq qeyd etdiklərimiz burada aiddir. Məscidlərin tikilməsi, xeyriyyəçilik işləri, bəzən olurdu ki, Məkkəyə ziyarətə gedən zəvvarlar üçün ödənişsiz şəkildə
evlər tikilirdi ki, orada onlara yemək paylanırdı da, belə deyək. Yəni bunların hamısını təşkil edən qadınlardır. Yəni qadınlar həm dində, həm də mədəniyyətdə yüksək rol oynayırdı. Bir də Səfəvilər özlərini peyğəmbərin yolundan gələnlər kimi göstərirdilər. Yəni bunlar dini bir teokratik dövlətdir, dinlə idarə olunan bir dövlətdir və özlərini Seyid adlandırırdılar. Seyid nəsli belə deyək də adlandırırlar və qadınlar da Seyid sayılırlar. Ona görə qadınlar da bir növ toxunulmaz hesab olunurlar və sarayda çox yüksək vəzifələrdə qadınların da rolu var idi. Hətta şahlar qadınlardan məhz buna görə də onların fikirlərini alırdılar. Nəyə görə? Bəzən olurdu ki, hansısa bir vilayət hakimi şahın gözünə düşərdisə və yaxud da hansısa bir yanlış bir hərəkəti olardısa, bu zaman şahın yaxınında olan o qadınlar ortaya girib bu məsələni həll edirdilər və bu yolla da bu da bir siyasi manevr idi. Həmin o müdafiə etdikləri adamı özlərindən asıla salırdılar. Yəni gizli şəkildə o adamlardan istifadə edirdilər. Əgər Osmanlı filmlərinə baxmısınızsa, ki baxmısınız, yəqin ki baxmısınız, eyni orada necə gedirsə proseslər, Səfəvi sarayında da eyni, qadınların rolu eyni. Yəni məncə günümüzdə də ailənin içində də qadınların mövqeyi o cürdə. Analarımıza və digərlərinə baxsaq görərik ki, qadın idarəçi kişidir, amma qadın altdan öz istədiyi rolu mühümdür da. Bəli, qadın rolu hər yerdə mühümdür. Səfəvilər dövrü qadınlarının rolu müasir tarixçilər tərəfindən necə qiymətləndirilir? Yüksək qiymətləndirilir. Bayaq qeyd etdiyim kimi adları çəkilməsə də titulları göstərilir və bu xanımlar siyasətdə mühüm rol oynamışlar. Nə qədər qısıtlanmış olsalar da, nə qədər idarəçilikdən uzaqda olmuş olsalar da, yenə də idarəçilikdə dolayı yolla da olsa iştirak edirdilər. Səfəvilər dövründə qadınların rolu haqqında danışarkən ilk olaraq hansı stereotiplər qırmalıyıq? İlk növbədə qadınlar hərəmdən kənara çıxmır stereotipi. Düşünürdülər ki, qadınlar hər zaman sarayın içərisində qalır. Yox, qadınlar bəzən çıxırlar hərəmdən. Hətta onlar mənbələrdə qeyd olunur ki, ox atma ilə, atçılıqla məşğul olurdular, amma təbii ki, gözdən iraq yerdə. Yəni hərəmdən çıxırdılar, amma elə olmalı idi ki, o qadınları heç kəs görməməli idi. Çünki Səfəvi qadınları toxunulmaz hesab olunurdular. Onların adını çəkmək, onlara baxmaq və s. yəni bu biraz ayıb hesab olunurdu. İkinci qırmalı olduğumuz stereotip təhsil yalnız kişilər üçün idi. Xeyr, Səfəvilər dövründə İslam dövlətlərində olduğu kimi, yəni İslamda olduğu kimi və Türk dövlətlərində olduğu kimi təhsil qadına da aid idi və bayaq saydıq, sarayda qadınlar çox yüksək səviyyədə təhsil alırdılar. Siyasətdə iştirak etməmələri, bu da bildirilir ki, qadınlar sadəcə kənarda dururdular, övladlarına baxırdılar, başqa işlə məşğul olmurdular. Xeyr, qadınlar bəzən açıq şəkildə, çox vaxt gizli şəkildə diplomatiyada da, siyasətdə də iştirak ediblər. Səfəvilər dövləti kimi dini sistemdə qadınların mövqeyi hansı çərçivələr daxilində formalaşırdı? Bəli, bəzi çərçivələr var idi. Birinci növbədə qadınlar hərəmdə öz övladlarını yetişdirməli idilər. Ən çox bununla məşğul olmalı idilər. Onların birinci vəzifəsi Osmanlı dövlətində olduğu kimi, burada da saraydakı qadının ilk vəzifəsi sadəcə övladını yetişdirmək, ona düzgün tərbiyə verməkdən ibarət idi. İkinci bir çərçivə saray işlərində, yəni idarəçilikdə çox da açıq şəkildə iştirak etmirdilər. Yəni çox belə kişilər kimi ön mövqedə deyildilər. Bu da onların yəni ikinci çərçivəsi idi ki, qadınlar günümüzdəki kimi sarayda çox da idarəçilikdə iştirak etmirdilər. Ona görə də məcbur qalıb gizli-gizli. Məsəl üçün Təhmasibin dövründə Təhmasibin bacısı Hürrəm Sultanla, yəni Osmanlı 1-ci Süleymanın həyat yoldaşı ilə məktublaşmalar olurdu ki, bu məktublaşmalarla müharibəni yumşaltmağa çalışırlar. Bilirsiniz ki, həmin dövrdə Süleyman Təhmasibin arasında müharibə gedirdi və bu şəkildə məsələni çözməyə, gizli şəkildə çözməyə çalışırdılar. Xüsusilə Pəri xanım və Məhdi Ülya kimi fiqurların siyasi proseslərdə rolu nə idi? Onları güclü edən faktorlar nələr olmuşdur? Bəli, Məhdi Ülya və Pəri xanım adları ən çox çəkilən iki saray xanımıdır, belə deyək. Məhdi Ülya Məhəmməd Xudabəndənin dövründə, o vəziyyətin gərgin olan dövründə hakimiyyəti ələ almış, hətta qızılbaş tayfalarını belə qarşısına almış güclü bir qadın idi. Bu Mazandaran hakiminin qızı olub və idarəçiliyi görüb də, yəni idarəçi bir ailədə doğulub və idarəçilikdən başı çıxan bir qadın idi. Ona görə idarəçiliyi rahatlıqla əlinə almışdı və farsları hakimiyyətə gətirmişdi ki,
qızılbaşlar da türk olduğuna görə bundan narazı olurdular ki, farslar hakimiyyətdədir. Ona görə də Məhdudiyyə mənbələrdə idarəçi qadın olaraq adı keçir. Digər xanım isə Pərixan xanım Şah 1-ci Abbasın bibisi idi və o da Şah 1-ci Abbasın yaxın məsləhətçisi kimi rol almışdı, iştirak etmişdi. Mənbələrdə ikinci olaraq da onun adı daha çox keçir. Yəni bunların rolu bundan ibarət olub. Səfəvilər dövlətində valideyn qadınlar, yəni xüsusilə də şah anaları hakimiyyət üzərində hansı təsiri, hansı mexanizmləri həyata keçirirdi? Şəhzadə anaları hakimiyyət üzərində ən çox saray içərisindəki hakimiyyətdə, idarəçilikdə iştirak edirdilər. Ümumiyyətlə saraydakı ən yüksək vəzifə, qadınlar arasındakı ən yüksək vəzifə Məhdi Ülya vəzifəsi idi. Bu Osmanlı dövlətindəki validə sultan vəzifəsi ilə eyni tutula bilər. Yəni ki, bütün hərəmin idarəçiliyi həmin bu qadının əlində olurdu. Hərəmin maliyyə işləri, hərəmdəki işçilərin maaşının verilməsi, hərəmdəki işçilərin işləri və s. Yəni bura gələn səfirlərin xanımları olurdu ki, o xanımları qarşılamaq, dəvətlərin həyata keçirilməsi və s. kimi işlərin hamısını məhz bu xanımlar həyata keçirirdi. Yəni qadınların 99% rolu sarayın içərisindəki o hərəmin idarəçiliyində olurdu. 1% isə deyək ki, siyasi işlərdə iştirak edirdilər. Saraylı qadınlar ilə adi şəhərli və yaxud da ki, kəndli qadınlar həyatını müqayisə elədikdə hansı fərqlər ortaya çıxar? Fərqlər desək, saraydakı qadınlar təbii ki, daha ali bir səviyyədə dünyaya göz açırlar, daha yüksək səviyyəli bir ailədə doğulurlar. Türklərin bir sözü var, ağzında altın kaşıqla doğmaq. Yəni bu qadınlar bu şəkildə dünyaya gəlirdilər və təbii ki, onların həyat şəraiti daha yaxşı olurdu. Avantajlı olur. Bəli, daha avantajlı. Dünyaya 5-0 daha yaxşı başlayırlar. Amma bunun dezavantajları da var idi. Həyat şəraitləri yaxşı olsa da, yaxşı təhsil alsalar da, onlar gizlilikləri qorunmalı idi. Yəni onların hər atdığı addım sarayın, şahın adına getdiyinə görə onlar cəmiyyətin digər qadınlarından daha diqqətli, daha ehtiyatlı olmaq məcburiyyətində idilər. Bu da onların həyatını bir növ qəfəsə salırdı, qısıtlayırdı. Yəni hər şey var, azadlıq yoxdur. Amma cəmiyyətin digər qadınları isə azad idilər. Bazara çıxırdılar, gəzməyə gedə bilərdilər. Yəni insanların içərisində gəzə bilərdilər. Amma saraydakı qadınların bu hüquqları yox idi. Saraydakı qadınlar daha çox belə saray içərisində olurlar. Bəli, saray içərisindən kənara çıxa bilmirdilər çox da. Çox təəssüf. Səfəvilərin şiə ideologiyası qadınların statusuna necə təsir göstərirdi? Bəli, Səfəvilər şiə ideologiyasını dövlətin əsas dini ideologiyası elan etmişdi və bu şiəliklə dövləti, xalqı əldə saxlamağa çalışırdı. Və təbii ki, şiəliyi xalqa yaxşı göstərməli idi. Xalq bunu yaxşı görməli idi ki, dövlətinin tərəfini tutsun. Qadınların buradakı dindəki rolu bayaq qeyd elədiyimiz kimi həmin bu dini müəssisələrin tikilməsində ən çox olurdu. Hansı ki, məscidlər tikirdilər, mədrəsələr tikirdilər və s. xeyriyyə yardımları eləyirdilər və s. Bunlar hamısı əhalinin vəziyyətini yaxşılaşdırmaq və s. Bunlar hamısı dinin vəsiləsi ilə əhalinin gözündə belə deyək də dövlətin nüfuzunu qaldırmaq üçün idi ki, bu rolu da qadınlara vermişdilər. Dini hakimiyyət arasında qadınların rolu hansı formada qurulurdu? Səfəvi ümumiyyətlə din dövləti, dini bir dövlət idi, teokratik dövlət idi. Təbii ki, buradakı şahlar kimi qadınlar da müqəddəs hesab olunurdu. Çünki onlar özlərini bayaq dedik, peyğəmbərin yolundan gələnlər və Seyid nəsli elan etmişdilər. Qadınlar da burada ona görə də hörmətli, nüfuzlu sayılırdılar. Hansı ki, bəzi problemlər olanda qadınlar ortaya keçib şaha başqa bir yol göstərə bilirdilər və şah bu zaman qadına hörmət edirdi. Çünki o qadın da onlar kimi müqəddəs hesab olunurdu. Qadınların dini legitimlik baxımından bu cür bir rolu var idi burada. Qadınların saray daxilində gizli diplomatiya və ya qeyri-rəsmi təsir mexanizmləri var idi. Mənbələrdə qadınların adı az çəkildiyi halda onların real təsir gücü necə ölçə bilərik? Bəli, qadınlar gizli diplomatiyadan çox istifadə edirdilər. Çünki qadınların siyasi həyatda rolu qısıtlanmış olduğuna görə onlar da məcburi şəkildə bəzən bu şəkildə əl atmalı olurlar. Necə ki, günümüzdə də bəzən ailələrdə qadınlar həyat yoldaşından gizlin şəkildə nələrsə də eləmək məcburiyyətində qalırlar. Burada da eyni qaydada bayaq misal çəkdiyimiz, məsəl üçün Təhmasibin bacısı dedik ki, Xürrəm Sultanla məktublaşmalar etmişdi ki, müharibənin qarşısını alsın. Yəni mənbələrdə çox da geniş məlumat olmadığına görə eyni
şeyi təkrar demək məcburiyyətində qalıram. Yəni misal gətirmək məcburiyyətində qalıram. Çünki mövzular bir-biri ilə əlaqəlidir, suallar daha doğrusu. Və çox da məlumat olmadığına görə əlimizdə olan mənbələr əsasında məlumat verməyə çalışıram. Səfəvilər dövründə qadınların rolu Osmanlı sarayı ilə müqayisədə necə olur? Qadınların rolu elə Osmanlıdakı kimi idi. Yəni mən düşünürəm ki, bu hər ikisi müsəlman türk dövləti və klassik feodalizm dövründə mövcud olmuş dövlətlər olduqlarına görə və biz boşuna iki qardaş dövlət demirik. İkisinin idarəçiliyi çox bənzəyir bir-birinə. İkisində də qadınların rolu da çox bənzəyir bir-birinə. Sadəcə olaraq bir fərq deyə bilərəm ki, Səfəvilər dövlətində qadınlar siyasi həyatda bəzən şahın bayaq dedik məsləhətçisi kimi, köməkçisi kimi iştirak eləyirdilər. Amma Osmanlı dövlətində belə bir qayda yox idi. Yəni Osmanlı dövlətində qadınlara heç ümumiyyətlə belə rol verilməmişdi. Qadın ancaq hərəmin idarəçiliyində iştirak edə bilərdi. Yəni bu baxımdan Səfəvi bir tık Osmanlıdan daha öndə idi deyə bilərik qadına rol vermək baxımından. Səfəvilər dövlətində qadınların mövqeyi ilə bugünkü gender müzakirələri baxımından bizə nə deyir? Gender məsələləri günümüzdə siz bilmirəm necə düşünürsüz bu barədə. Qadınlar çox feminizm deyirlər, amma mən açıq bunun tərəfdarı deyiləm. Çünki qadın qadındır, kişi kişidir. Siz nə düşünürsüz bu barədə? Bərabər deyil deyə düşünürəm mən. Mən ortaq olduqlarını düşünürəm. Çünki yəni kişilərin etdiyi hər şeyi qadınlar da edə bilər deyə düşünürəm. Yəni bu mənim fikrimdir. Qadınları ikinci plana atmaq biraz yersizdir məncə. Eyni səviyyədədirlər. Çünki qadın olmasa kişi yəni asla önə gedə bilməyəcək də bu var. Düzdür, bəli, bu da var. Mən bir başqa tərəfdən baxıram məsələyə. Burada qadınlar necə deyim, qadın daha emosional və daha yumşaq bir varlıqdır. Məsələn, sarayda əgər icazə verilsə ki, qadın ön planda olsun, idarəçi olsun. Məsəl üçün misal üçün də müharibələr olmaz, müharibələr az olar, ərazi genişlənməz və s. kimi belə bir məsələlər yaranır. Bu indi mənim öz fikrimdir. Ümumiyyətlə sarayda qadınlar daha arxa planda, kişilər daha ön plandaydı. Belə bir bayaqdan danışdıq, hakimiyyət bölgüsü kimi bir şey idi də. Gender problemi bu gün necədirsə, orada da eyni qaydada davam edir. Yəni ki, qadınlar hakimiyyət bölgüsündə hərəmi idarə eləyir, kişilər də dövləti idarə edirdilər. Amma qadınlar altdan gizli şəkildə bəzən diplomatiyada da iştirak edirlər. Yəni gender bərabərliyi desək, deməli burada bərabərlik yox idi. Səfəvi dövlətində də bu bərabərlik yox idi. Qadınlar biraz aşağıdaydı, kişilər biraz yox, nəyə var, üst səviyyədə tutulurdu, idarəçilikdə təbii ki. Bugünkü podkastımız bu qədər idi. Çox maraqlı mövzu idi. Həqiqətən deyirəm, yəni çox maraqlı oldu mənim üçün. Ümid edirəm izləyicilər üçün də elə olar. Belə gəldiyiniz üçün çox təşəkkür edirik. Yəni bizi qırmadınız, gəldiniz. Nəsə bir fikriniz var? Mən təşəkkür edirəm dəvətiniz üçün. Ümid edirəm ki, sizin dediyiniz kimi izləyicilər üçün həqiqətən də maraqlı olmuş olar. Mənim özüm üçün çox maraqlı bir mövzu idi əslində. Düzdür, mənim sahəm deyil, amma araşdırmalar eləyərək təbii ki, bu məlumatları əldə etmişəm. Məqsədimiz Səfəvi dövlətinin, yəni tariximizi daha doğrusu insanlara tanıtmaqdırsa, inşallah ki, insanlar üçün bərabər şəkildə bir faydamız olmuş olar. İnşallah. Hörmətli izləyicilər, bugünkü podkastımız bu qədər idi. İzlədiyiniz üçün çox təşəkkür edirik. Səfəvi Palazı izləməyə davam edin.